Kanalımızın ilk videosuna bu cür gözlənilməz nəticələrlə başlamaq bizi məyus etsə də, bu nəticələrin səbəbini öyrənmək üçün, təhlil etmək üçün bu videonu sizə təqdim edirəm. İlk öncə onu qeyd etmək yerinə düşər ki, hər bir futbol izləyicisi kimi mən də Türkiyənin qrupdan rahatlıqla olmasa da, ikinci və ya ən yaxşı halda ən yaxşı üçüncü kimi çıxacağını düşünürdüm. Bunu deməyimə səbəb də ondan ibarət idi ki, qrupdakı digər millilərin Türkiyə ilə arasındakı səviyyə fərqi və həmçinin Türkiyənin qrupuna nəzərən Mundialın digər qrupunda mövcud olan millilər bizə bu fikri səsləndirməyə səbəb verirdi. Bildiyimiz kimi futbolda belə bir maraqlı deyim var ki, top yumru, meydança isə düzdür. Və biz bu deyimin bu mundialda bir daha necə düzgün bir ifadə olduğunun şahidi olduq. Qrupun aşkar outsideri olan iki milli Avstraliya və Paragvay hər ikisi gözlənilmədən Türkiyə millisini sırf yaxşı təhlil və taktika hesabına məğlub etdi. Və təəssüf ki, bununla da Türkiyə mundiala erkən vidalaşan millilərdən biri oldu. Türkiyənin məğlubiyyətinə futbol ictimaiyyətində həmişə olduğu kimi həm sərt tənqidlər, həm də müxtəlif bəhanələr oldu. Lakin mən izlədiyim hər üç oyuna nəzərən sizə məğlubiyyətin səbəbini və səbəbkarlarını öz zənnimcə anlatmağa çalışacağam. Bildiyimiz kimi Türkiyə millisinin baş məşqçisi Vincenzo Montella ənənəvi futbol düzülüşü olan 4-2-3-1-dən istifadə edir. Hər nə qədər bu düzülüş Avro 2024-də bizim xatirəmizdə Türkiyəni uğurlu şəkildə təmsil edən bir düzülüş kimi qalsa da, bu mundialda biz bunun əksinin şahidi olduq. Lakin onu qeyd etməliyik ki, uğursuzluğun səbəbi bu düzülüş yox, düzülüş əsasında qurulan oyunun fəlsəfəsi idi. Hər nə qədər biz 4-2-3-1 düzülüşünün artıq futbolda ənənəvi düzülüşə çevrildiyini desək də, bu o demək deyil ki, hər komanda və yaxud da hər milli bu düzülüşdən istifadə etməlidir və yaxud da etsə uğur qazanacaq. Bunun ən gözəl nümunəsi isə Türkiyə millisidir ki, 4-2-3-1 taktiki sxemi ilə oynayan Türkiyə bu mundialda uğursuzluğa düçar oldu. Bildiyimiz kimi 4-2-3-1 düzülüşü özündə güclü dağıdıcı dayaq və kreativ dayaq oyuncusunu tələb edən bir düzülüşdür. Türkiyə millisinin ötən iki oyundan nəzər saldıqda, onu da qeyd edim ki, Amerika ilə oyun bu videoda nümunə kimi göstərilməyəcək, çünki bu oyun formal xarakter daşıyırdı və biraz da Amerika və Türkiyə eksperimental heyətlə çıxış etmişdilər. Avstraliya və Paragvay oyunlarına qayıtdıqda biz onu görürük ki, Türkiyədə dayaq zonasında Montella Hakan İsmail və Hakan Orkun tandeminə şans vermişdi. Lakin Montella bu cütlüklərin heç birindən istədiyi performansı ala bilmədi. Saydığımız bu üç oyuncudan Hakan Çalhanoğlu daha geniş karyeraya malik olmuşdur. Hakan çıxış etdiyi Bayer Leverkusen, Milan, Inter klublarında sırf dayaq mövqeyində oynamamışdır. O, ağlımızda hücuma meyilli zərbə vuran bir yarım müdafiəçi kimi həkk olunmuşdur. Lakin Montella'nın israrla belə oyuncunun yanına öz tələskənliyi ilə seçilən İsmail Yüksəyi və dayaq üçün lazımi fiziki göstəriciləri özündə cəmləşdirməyən Orkunu istifadə etməsi böyük risk idi. Bunun məntiqi nəticəsidir ki, həm Paragvay, həm Avstraliya oyununda vurulan qollara nəzər saldıqda biz dayaq zonasında olan böyük boşluğu və bu boşluqdan yararlanan rəqibin hesabı açdığını görə bilirik. İlk öncə qrupun ilk oyunu olan Avstraliya oyunundakı bu boşluqlara diqqət yetirə bilərik. Məhz oyunun 27-ci dəqiqəsində bizə Bayern Münhenlə tanış olan Nestroy Rankunda'nın qolunda Avstraliya bel bağladığı əks hücumlardan birinə çıxır və bu əks hücum zamanı nə müdafiəçiləri, nə yarım müdafiəni sığortalayan bir oyuncunun olmaması bu epizodun qolla nəticələndiyinə səbəb olur. Şəkildən gördüyümüz kimi dayaq zonasında heç bir oyuncunun olmaması Nestroy Rankunda kimi sürətli oyuncunun bu epizoddan bəhrələnməsinə səbəb olmuşdu. İndi isə bir digər şəklə nəzər salırıq. Oyunun 45-ci dəqiqəsində tempi öldürməyə çalışan Avstraliya topu ələ keçirdikdə Türkiyənin yarım müdafiə xəttinə nəzər salaq. Burada da biz oyuncuların bir yerə toplaşdığını və orta və dayaq zonadakı olan boşluğu aydın şəkildə görə bilirik. Məhz rəqibi daha yaxşı analiz edən Avstraliya millisinin baş məşqçisi
Görünür ki, bu amillərə diqqət yetirib. Çünki Avstraliya əldə etdiyi topları daha çox mərkəzdə cəmləşdirməyə çalışırdı və bu da daha çox cinah futbolçularının mərkəzə gələrək topla təmin olunmasına səbəb olurdu. Bu stop kadrda açıq şəkildə aydın olur ki, Abdülkerim Bardaqçı ani stop edərək rəqibi ofsayta salmağa çalışır və biz bunu uğurlu addım hesab eləyə bilərik. Lakin bizim təhlil mövzumuz bu yox, məhz dayaqda şəkildən göründüyü kimi olan səriştəsiz oyundur. Həmin o boş zonada biz bir Avstraliyalı oyunçunun olduğunu fərz edək və o zaman onu rahat qeyd edə bilərik ki, belə bir hal baş versəydi, Avstraliya millisi elə ilk hissədəcə hesab fərqini 2 edə bilərdi. Və Türkiyə millisinin burada bəxti gətirir ki, Avstraliya millisi bu cür fürsətdən yararlanmır. İndi isə biz ikinci qolun vurulduğu dəqiqəyə, 75-ci dəqiqəyə baxanda görürük ki, az adamla yaxalanan Türkiyə millisinin dayaq zonasındakı artıq o ənənəyə çevrilmiş boşluq məhz ikinci qolun vurulmasına səbəb olur. Həmin epizodda topla irəliləyən Avstraliyalı oyunçu pas vermək şansı olsa da qapıya zərbə endirir və bir qədər Uğurcan Çakırın da inanılmaz oyunu sayəsində hesabı 2-0 edir. Və bu epizodda da biz görürük ki, yenə həmin dayaq zonası boş, yenə həmin epizoda sığorta oyunçusu gecikir və yenə mövqeyində olmayan dayaq oyunçuları bu qolun vurulmasına birbaşa təsir edir. Belə səhvlərdən bir neçəsi də az saylı hücum edən Paragvay millisinə qarşı oyunda da Türkiyənin qarşısına çıxıb. Oyunun ilk saniyələrində ayağa paslarla müdafiədən çıxmağa çalışan Türkiyə millisinin dayaq yarı müdafiəçisi İsmail Yüksəyin ehtiyatsız oyunu topun itirilməsinə səbəb olur və burada dərhal pas verən Paragvaylı oyuncu komanda yoldaşını dayaqdakı boşluğa çıxarır. Topla irəliləyən oyuncu isə yaxşı yerdən zərbə ilə hesabı açır. Məhz soyuq duş mənası daşıyan bu qol irəliləyən dəqiqələrdə Türkiyənin tələmtələsik oyun qurmasına və öz oyun sxemindən uzaqlaşmasına da səbəbiyyət vermişdi. Oyunun 37-ci dəqiqəsində azsaylı Paragvay hücumlarından birində də biz yenə Türkiyənin dayaq zonasındakı boşluğa şahid oluruq. Xoşbəxtlikdən Paragvay millisi bu boşluqdan səmərəli şəkildə istifadə edə bilmir və hesab arasındakı fərqi artırmır. Burada biz görürük ki, Paragvaylı oyuncu cinahdan irəliləyir və Türkiyəli müdafiə olan oyuncular hamısı qapı ağzına yığışaraq man marking etməyə çalışırlar və bu zaman dayaqda böyük bir boşluq yaranır. Yenə xoşbəxtlikdən burada Paragvaylı oyunçunun olmaması və topla rəftar edən oyunçunun fərqli qərar qəbul etməsi hesab arasındakı fərqin artmasına mane olur. Dayaq zonasındakı səhvləri tənqid etdiyimiz kimi biz Türkiyə millisinin hücumdakı kəsərsizliyini də tənqid edə bilərik. Burada Montella'nın oyuncu seçimini çox da müzakirə etməsəm də, oyuncuların seçiminə uyğun hücumların qurulmaması yenə Türkiyənin qol vurmamasına səbəb verən amillərdən biridir. Və biz görürük ki, Türkiyə millisi hər iki oyunda saxta 9 nömrə ilə oynayır. Buna rəğmən hər iki oyunda saysız hesabsız ortalar açan Türkiyə millisi bunun məntiqi nəticəsi kimi qolla tanış olmur. Xüsusilə də hündürboy Avstraliyalı müdafiəçilərə qarşı bu cür oyun tərzinin seçilməsi Montella'nın səhvindən xəbər verir. Və gördüyümüz kimi şəkillərdən də aydın olur ki, Türkiyə millisinin oyuncuları individual oyuna üstünlük verməyə çalışsa da uğursuz olur. Bildiyimiz kimi dünya futbolunda belə uğursuzluqlar olduqda komandaların B-C planı olur. Məhz B-C planında daha çox ara pasları və yaxud da ki, digər oyun planları olur. Lakin Türkiyə millisi demək olar ki, 2 oyun birlikdə heç toplam 4 ara pası verməyib. Ara paslarından biri son Paragvay oyununda verilir və epizodun davamında Barış Alper'in həmin o ortadakı oyunçu olan Can Uzuna verdiyi pas təhlükəli epizod kimi qeyd edilir. Lakin bu cür epizodların çox olsaydı, Türkiyə millisinin qolla tanış olması bu qədər uzun çəkməzdi. Və hücum xəttinə nəzər salında biz görürük ki, Türkiyə millisi hücum zamanı daha çox cinahlara toplaşır və bu qapanan müdafiə üçün elə də yaxşı bir seçim deyil. Və bunun məntiqi nəticəsi kimi Türkiyə millisi cinahda toplandığı zaman müdafiə olunan rəqib həm man marking, həm aerial marking edərək, yəni bunun futbol dilində desək də bunun açıqlaması kimi, yəni adam-adama markaj, hansı ki müdafiəçi hücumçunu yanında çıxış edir və həmçinin o boşluq yarana biləcək mövqeləri bağlayır.
bağlamağa çalışır və ya bu zaman Türkiyə millisi bunları görə yenə öz individual oyunundan əl çəkmir və xüsusilə də böyük gözləntilərin olduğu həm Kənan Yıldız, həm də Yunus Akgün öz o alışdığımız keçidlərini edə bilmir və edə bilmədiyi halda yenə bunları davamlı şəkildə həyata keçirdikcə Türkiyənin qola olan ümidi daha da azalırdı. Belə bir anda biz Arda Gülər, Hakanın özü və Orkundan dərin ara pasları gözləsək də bunların heç biri baş vermir və buna görə də Türkiyə uğursuzluğa düçar olur. Türkiyənin hücumda effektsiz olmasının səbəblərindən biri də hər iki oyunda həddindən artıq topla çox rəftar etməsi idi. Statistikalara baxdıqda biz görürük ki, hər iki oyunda 75%-in üstündə topla oynayan Türkiyə millisi bu topla oynamanın qarşılığında çoxlu qollar vurmaq əvəzinə əksinə iki oyunda da qolsuz meydanı tərk edir. Müasir futbolda böyük klublar artıq bu pas oyunu fəlsəfəsindən imtina edərək müasir standartlara uymağa çalışırlar. Lakin Türkiyə millisi bunun əksini edərək daha çox topla rəftarın qola səbəb verəcəyi düşüncəsi ilə bu pas faizini getdikcə artırırdı. Bu pasın keyfiyyətsiz pas olduğu isə onsuz da əsas hesabda bizim nəzərimizə çarpır. Və oyuna baxanlar da özü görürdü ki, Türkiyə millisi daha çox yana pas, geriyə pas, yana pas, geriyə pas prinsipi ilə oyunu bir növ tempi artırmaq əvəzinə öldürürdü. Bu da rəqibə sərf edir. Müqayisə üçün qeyd edə bilərik ki, İspaniya, Cabo Verde, Portuqaliya, Kongo, Uruqvay, Səudiyyə Ərəbistanı oyunlarında da favorit millilər yüksək topla oynama yüzdəsinə sahib olsa da, sonda istədiyi nəticəyə nail olmamışdılar və bu millilərin də yanına Türkiyə də qoşulur. Müasir futbolda sırf müdafiə olunaraq nəticə qazanmağa çalışan komandaların sayı artıq çoxalıb. Bu mundialda da biz bunun şahidi olduq ki, Türkiyə millisi kimi topa çox sahib olan millilər heç də artıq həmişəki kimi uğurlu olmurlar. Buna görə də gələcək turnirlərdə yeni oyun fəlsəfəsi ilə Türkiyə millisini meydanda görmək hər bir azarkeş üçün məncə xoş olar. Sonda onu qeyd edə bilərəm ki, biz bugün sizinlə Türkiyə millisinin bu mundialdakı uğursuzluğunun səbəbini anlamağa çalışdıq. Əgər videonu bəyəndinizsə, bəyənməyi və kanala abunə deyilsinizsə, kanala abunə olmağı unutmayın. Gələcək videolarda görüşənədək.